Hər vaxtınız xeyir əziz izləyicilər, kanalımıza abunə olub like etməyi unutmayın. Nigar Fərhad mövzusu bitdi. İndi isə Tarix Əliyevin Tarixin bir günü proqramında söylənən fikirlər gündəm oldu. Belə ki, müğənnilərdən biri həyatında olan şəxsə xəyanət etdiyini deyir. Bir baxaq nə danışdı? Mənə xəyanət olunandan sonra etmişəm. Necə yəni? Xəyanət yaşamışam, xəyanət eləmişəm. Acıq çıxmısan ondan. Ruhum sakitləşsin. Eləmişəm, yaxşı da eləmişəm. Şabə, bu sənin sevdiyin insana qarşı olur. Bəli, çox sevdiyim insan mənə xəyanət eləyib, mən də ona cavab olaraq eləmişəm. Necə ola bilər bu? Əlbəttə ki, ondan sonra yollarımız ayrılıb, qəbullanmamışam. Yəni geri dönüşü olmuyor. Əsəbi xanımdan o qorxulu qapını yaşayır. bağlamışam. Ya mən varam, ya da mən yoxam. Mənim xarakterimdir. Və ilk gündən də deyirəm ki, xəyanət olunacamsa, xəyanət eləyəcəksənsə, onu toxun da, mən yoxam onda. Get öz həyat. Səsini bağlaya bilərik. Bəli, bura qədər kifayətdir. Deməli, bunu mən əslində niyə təqdim elədim? Təbii ki, sosial şəbəkələrdə artıq çox geniş müzakirə olunur bu məsələ ki, artıq Azərbaycan qadınları çıxıb efirdə çox sərbəst bir şəkildə, yəni müğənniliyini qoyuruq qırağa da, sonuçta bir Azərbaycan xanımıdır, Nüşabə xanım və artıq efirdə açıq bir şəkildə xəyanət etdiyini etiraf edir. Bir şey vurğulamaq istəyirəm. Nüşabə xanım daim şəhid ailələrin və ən çox da qazilərin yanında olan və onlara maddi dəstək vuran, onların toyunda tam təmənnasız və yaxud da ki, hər hansısa bir şad günündə tam təmənnasız iştirak edən birisidir. Yəni, bunu xüsusi vurğulamaq istəyirəm ki, bizim çox müğənnilərimiz var. Bunu sözdə deyirlər ki, şəhidlərə canım qurban, qazilərə canım qurban. Amma biri bir şəhid və ya qazi qapısı açmaz, dəstəyini də göstərməz. Bu baxımdan çox hörmətim var xanıma. Bu söhbət kaş ki olmazdı deyənlərdən biri də mənəm, kaş ki olmazdı, amma ki oldu. Bir daha deyirəm, nə qədər ki bizim televiziya bu cür verilişləri təqdim eləyəcək, nə qədər ki televiziyanın qarşısında konkret öhdəliklər qoyulmayıb, inanın, bir gün hətta onu görəcəyik ki, kiminsə canlı yayımında çox üzr istəyirəm. Toy gecəsi artıq görsənir. Çünki bu mərhələyə qədər gəlmişik. Onu da görəndən sonra bir televiziyalar da rahatlaşacaq, biz də rahatlaşacaq. Amma burada diqqətimi çəkən nə oldu? Azərbaycanda fəaliyyət göstərən, televiziyaların monitoringini aparan, audio-vizual şura deyilən bir qurum var. Hansı ki onlar bilavasitə bu şeylərlə bağlı ölçü götürəcək bir qurumdur. Və Tarix Əliyevin verilişi barədə araşdırma aparılır. Nəticə nədən ibarət olur? Tarix Əliyevin aparıcı olduğu Tarixin bir günü verilişində səsləndirilən bu fikir tamaşaçılar arasında narazılığa səbəb olub. Belə ki, verilişin qonaq olan müğənni Nüşabə Musayeva xəyanət etməsindən danışıb, yəni xəyanətlə cavab verməsindən danışıb. Nəysə, bunun üzərinə gəlmirəm. Zaten az öncə özünün fikirlərindən eşitdik bunu bir daha. Məsələ burasındadır ki, Yeni Sabah Audiovizual Şuranın kommunikasiya sektorunun müdiri ilə əlaqə saxlayıb. Sorğu göndəriblər Audiovizual Şuraya ki, bəs nə baş verir, niyə belə danışıq gedir Azərbaycan televiziyasında? Yəni, bu qədər də olmaz da. Və Audiovizual Şuranın kommunikasiya sektorunun müdiri Talih Quliyev Yeni Sabaha cavab olaraq bunları deyir. Bu fikirlər Space televiziyasının efirində səsləndirilməyib. Ola bilər ki, hər hansısa bir sosial şəbəkədə paylaşılıb. Verilişin aparıcısı yaxud digər bir adam bunu paylaşa bilər. Nə YouTube-un, nə də digər sosial platformaların fəaliyyətini biz tənzimləmirik. Biz ancaq efirə gedən veriliş və fikirlərə cavabdeh olaraq müdaxilə edə bilərik. Bu səbəbdən araşdırma aparıldı və müəyyən olundu ki, verilişdə belə fikir səsləndirilməyib. Və ümumiyyətlə veriliş Space televiziyasının efirində getməyib. Rejissorumdan xahiş eləyəcəm, Tarix Əliyevin paylaşım tarixini bir fotomuz var, onu təqdim eləyək.
Tarixin bir günü 09.04.2025-ci ildə layihənin rəhbəri Tarix Əliyevdir, PR meneceri Nadir Kərimov da hər nəsə sözün bunda deyil. Təsəvvür edin. Televiziyalara birbaşa nəzarət etmək üçün yaradılan qurum deyir ki, televiziyada belə söhbət olmayıb. Ümumiyyətlə bu veriliş Space-də yayımlanan veriliş deyil. Bu verilişdə belə söhbət olmayıb. Yəni siz bunları hardan çıxarırsınız? Bəli, televiziyanı biz o gün bastırmışıq ki, televiziyada danışılanlar yox, orada danışılmayıb dediyimiz an, bəli, biz televiziyanı bastırmışıq, bir mərmərdən də daşı qoymuşuq, 3 mərtəbəli sinə daşı da götürmüşük ki, daha oradan televiziya qalxa bilməsin, onsuz da qalxa bilmir televiziya. Və ötən gün danışılan mövzu bu qədər fakt, diliynəndir, Tarix Əliyevin səsi sualını verir, Audiovizual Şurada birisi deyir ki, siz nə danışırsınız? Bu şeylər efirdə getmir. Demək niyə? Adam yerində deyil, Kommunikasiyalar Şurasının rəhbəri. Bunu tam məsuliyyətimlə deyirəm. Kommunikasiyalar sektorunun müdürünün əgər televiziyadan xəbər olsaydı, o bilərdi ki, peşəkar televiziya dekoru hansı şəkildə olur, televiziya studiyası və YouTube-da veriliş yayımlanırsa onun dekoru hansı şəkildə olur. YouTube verilişlərində bu qədər geniş studiya, bu qədər çox qonaqlar olmur. Atam qardaşım, vallah da, billah da olmur. Və siz heç olmasa bu açıqlamanı verməkdənsə, üzr istəyirəm. Başım başqa işlərə qarşı olduğundan və yaxud da ki, Audiovizual Şuranın əsas işi qalıb qıraqda biz başqa şeylərlə məşğul olduğumuzdan xəbərimiz yoxdur bugün. Azərbaycan televiziyalarında nələr müzakirə olunur desəydiniz, ondan daha hörmətli olardınız və ondan daha abırlı çıxardı sizin cavabınız. Siz orada oturanlar bugün bu televiziyaların bu vəziyyətə gəlməsində elə bilavasitə başrolda olan sizsiz Audiovizual Şuraya deyirəm bunu və tam məsuliyyətimlə deyirəm. Əgər bugün televiziya rəhbəri televiziyasının cərimə olacağından qorxarsa, çox baxılan və sponsor gətirən bir verilişin bağlanacağından qorxarsa, heç bir vaxt neçə kişi ilə az qala ərvə xəyanət eləmirsən sualını verəcək səviyyəyə televiziyanı gətirməz. Heç vaxt gətirməz. Və bir aparıcının dəfələrlə qonağını aşağılamasına şərait yaratmaz, xəbərdarlıq eləyər, yığar. Deyər ki, ay aparıcılar, buna görə xəbərdarlıq gəlib. Bundan sonra böyük kiçik yerini biləsən. Efirə baxmayacaqlar. Vallahi da o qədər gözəl baxacaqlar. Gərək elə hər şeyi ifrat dərəcədə təqdim eləyək. Yəni Audiovizual Şura nəinki efirlərə baxmır. Və bir də bu boyda faktolu ola. Sübut eləməyə çalışır ki, bu efirdə olmayıb. Amma mən də buradan elə Audiovizual Şuraya sübut eləyirəm və faktı göstərirəm ki, Space televiziyasında yayımlanan verilişdir, ötən gün paylaşılıb. Verilişin paylaşılma tarixidir. Aprel ayının 9-u 2025-ci il. Nə qədər kadrlar yerində olmayacaq bir o qədər bizim televiziyalarımız bugün. Tək televiziyalarımız yox, elə başqa sahələrdə də. Televiziya rəhbərləri təsadüfən təyin olunanda televiziyaya və yaxud da ki, necəsə nə bilim, gəlib bu televiziyada rəhbər olanda siz televiziyadan başqa nə gözləyirsiniz? Konkret danışaq Space televiziyasına. Bu televiziya bir türlü qalxa bilmir. Çünki televiziyanı o qədər öldürdülər. Ən yaxşı aparıcıları gətirirlər. Televiziya yenə də qalxa bilmir də. Çünki o qədər boş oldu ki altı. Nə qədər eləyirsən çökəyə düşürsən, nə qədər eləyirsən çökəyə düşürsən. Tarix Əliyev kifayət qədər baxılan birisi də, aparıcı deməyəcəm çünki prodüserdir adam. Çox peşəkar bilir işini, sıfırdan kimsə gətirib ən yüksək səviyyəyə çatdıra bilir. Bu adam bu işin peşəkarıdır. Amma yenə də deyirəm, televiziyaya çıxırıqsa, artıq adımız aparıcıdır da biz nələri danışa bilərik və nə qədər danışa bilərik. Məsələn, Zaur Nəboğlu kimi heç Tarix Əliyev məcbur eləmir ki, yox denən hansı kişi idi o? O sevgili və hansı kişi ilə xəyanət etdin? O sualı vermir. Məsələn, Zaur Nəboğlu amma ki, bütün incəliyi nə qədər gedir ki, bir dənə o cavabı alsın, partlayış eləsinlər də. Məsələn, Tarix Əliyev bu baxımdan sualını verir. Amma ki, niyə bugün belə şeylər müzakirə olunmalıdır efirdə? Məsələn, çox adamlar, mən şərhləri oxudum, çox adamlar yazdı ki, bu xanıma elə gözəl hörmət edirdik ki biz. Çünki o qazilərə o qədər dəstək olur ki, həmişə qazilərin yanındadır. Yenə də deyirəm, yeganə müğənnidir ki, həmişə qazilərin yanındadır. Bir neçə məclisdə də özüm görmüşəm şəxsən onu. Kaş ki bu sözü deməzdi. Biz hələ bundan sonra kaşkiləri çox deyəcəyik. Bir daha da deyirəm. Nigar Fərhad getdi, televiziya düzəldi, yox. Nigar Fərhadın kişi formasında olan bilirsiniz nə qədər aparıcılar var Azərbaycan televiziyasında.
Çoxdular, çoxdular və hələ bundan ötə danışıqlar izləyəcəyik. Burada söhbət əslində Nüşabənin nə danışmasından getmir. Burada söhbət audiovizual şuranın bugün Azərbaycan televiziyasında hansı verilişlərin getməsindən xəbərinin olmaması, hansı aparıcıların olmasından xəbəri olmaması, ümumiyyətlə kimlər nəyi təbliğ eləyir, hansı belə deyək də o içkiləri bir-birinə qatıb bardağı aşırırlar, daşırırlar, bundan xəbəri olmaması. Hələ nələr görəcəyik, nələr. Bu hələ deyir ki şeydir, üz məsələsidir də, hələ astarı ondan da beş betərdir. İndi bu astar məsələsinə də gələcək. Həqiqətən də çox biabırçılıqdır. Bir qurumun bu televiziya verilişindən xəbəri olmaması və bir qurumun faktı kənara qoyub, yox belə bir şey olmayıb deməsi. Məsələn, bu faktların ümumiyyətlə kənara qoyulması televiziyada mənim şəxsən öz başıma gələn bir şeydir. Bunu bir dəfə bir verilişdə də danışmışam. Məsələn, Baku TV-də, adını da çəkəcəm televiziyanın, Baku TV-də səhər proqramı aparıram. Gündəmin müzakirəsidir. Böyük monitorlu televiziyadır, bir studiyadır, səhər proqramı aparıram. Və hiss eləyirəm ki, mənim efirə çıxmağımı istəməyənlər var orada. Çünki əvvəlcədən də bununla bağlı eşitmişdim, bilirdim və hətta verilişə çıxanda söylədim ki, bu verilişin müddəti 3 gün olacaq. Məni bizim əməkdaşlar təbrik eləyəndə ki, Səidə xanım efirə çıxırsınız filan, dedim ki 3 gün müddəti var. Dedilər, niyə? Dedim, burada qoymayacaqlar mənə çox veriliş aparmağa. Televiziyanın adını heç vaxt çəkməmişdim, indi çəkirəm. Deməli, 7-ci gündür artıq verilişə çıxıram və çox müsbət fikirlər alıram. Fikirlərin əksəriyyəti də bundan ibarətdir. Yəni, bunu kimsə dana bilməz, verilişi də hətta belə YouTube-dan da açıb baxmaq olar. Deyirlər ki, elə bil ki, Türkiyə televiziyasında bir proqrama baxırıq. Çünki bilirsiniz ki, bizim aparıcıların çoxunda yoxdur o potensial ki, məsələn, baxsın monitorlara, hadisəni anında şərh eləsin, hər dəqiqə, hərəsinə özünə məxsus şərh versin. Nəyi demək istəyirəm, o faktı kənara qoyub. Və bir də gördüm ki, belə hayküy yarandı televiziyanın içərisində. Bəs Səidə xanım efirdə, o zaman da mən deməli efirdə danışmışdım. Gəncədə baş verən faciədən, hansı ki ardıcıl bir neçə dəfə ermənilər İskəndər raketləri ilə vurmuşdu Gəncədə dinc yaşayan insanların olduğu evləri. Və mən danışıram, Gəncə faciəsi heç vaxt unutmayacağımız bir faciə və bunu dönə-dönə vurğuluyuram. Bir də gördüm ki, Baku TV-də aləm dəydi bir-birinə, verilişin redaktorunu çağırırlar, redaktor başı alovlu qaçdı yanıma. Səidə xanım, siz efirdə fahişə sözü demişsiniz. Dedim, hansı efirdə? Yox, deməmişəm, amma hansı efirdən gedir ümumiyyətlə söhbət? Bəs indi siz danışanda Gəncə faciəsi yox, Gəncə fahişəsi demişsiniz. Dedim, hə. 3 efir demişdim, amma bu oldu 7-ci efir. Verilişi açdırdım, bilirəm deməmişəm, amma bir daha açdırdım. Verilişi gizliyə atıblar, sanki orada dəhşətli bir şey baş verib. Verilişi açdırmışam YouTube-un gizlisindən ki, bir daha qulaq asım. Bəlkə də mexaniki insan danışanda bəzən nə danışdığını bilməz. Baxdım ki, yox, demişəm ki, Gəncədə baş verən faciə. Redaktor deyir ki, sübut eləməyə çalışan rəhbərliyi ki, biz orada 7 nəfər oturmuşuq da, rejissor var, səs rejissoru var, redaktor var, redaktorun köməkçisi var, titri hazırlayan, yazan var. Valla Səidə fahişə deməyib, deyir, yox. Yuxarıdan fahişə eşidiblər. Yuxarıda bilirsiniz kimdir? Baku TV-də rəhbərin rəhbəri, belə instansiyalar çoxdur da. Sənin sonuçda bir 10 dənə müdürün olur da. Bilmirsən ki, problemi kimə deyəsən. Neysə, dedim, tamam da, hansı kimsə, məsəl üçün, fahişə eşidə bilər də faciəni. Amma gəlin açaq da, bu verilişdir də, gəlin açaq baxaq, deyirlər, yox. Əsas odur ki, müdür nətər eşidib. Yəni, bugün Azərbaycan televiziyasında, bir televiziyada fakt kənarda saxlanılırsa, müdür necə eşidib rakursundan yanaşırıqsa, audiovizual şura bugün onu deyəcək. Veriliş Space TV-də geçməyib, yox, verilişdə ümumiyyətlə belə bir söhbət olmayıb. O deyir, başına gələn başmaqçı olar. Və hər dəfə o şeyi eşidəndə bir anlıq qayıdıram o şeyə. Və mən o zaman dedim, rəhbərə Ramin müəllim idi, indi də odur. Rəhbər bizə, dedim, məni efirdən çıxartmaq istəyirsinizsə, kişi kimi çağırın məni otağınıza, biz eyni yaşlıydıq rəhbərlə. Və deyin ki, Səidə xanım,
Sizin efirdə olmağınızı kimsə istəmir. Anlayıram. Hansısa bir rəhbər öz fahişəsini görmək istəyər orada aparıcı. Bu da ola bilər. Amma mənə kimsə o damğanı vura bilməz ki. Sən efirdə faciə yox, sən efirdə fahişə demisən. İndi baxın, bu qədər şeylər danışılır, faktlar kənarda qalır. Kimsə belə eşit. Biz kimsənin eşitmək istədiyi və yaxud da ki, özü üçün qəbul etdiyi sözə görə bugün evimizə apardığımız çörəkdən məhrum oluruq. Düzdür, mən artıq belə deyək də, o aşamanı keçmişəm, ona görə deyirəm, ən gözəli faktdır. Əlində sübut elə. Məhz ona görə də mən indi Tarix Əliyev onu nə vaxt paylaşmışdı? Çünki əsl jurnalist danışanda ümumiyyətlə fakt olmalıdır. Faktsız danışırsansa, havaya üfürürsən də sözü. Ona görə də Tarix Əliyevin paylaşımını audiovizual şuraya ona görə göstərirəm ki, cənablar, yerinizdə oturun. Yerinizdə oturub TikTokda, Instagramda, Facebookda, nə bilim, Twitterda filanda zamanınızı boş-boş keçirməyin. Bir baxın, görün Azərbaycan televiziyalarında nə baş verir. Kim ora çıxıb öz sevgilisini neçə dəfə xəyanət etdiyindən danışır. Kim ora çıxıb neçə dəfə ördək şəklini almaq üçün keçirdiyi əməliyyatlardan danışır. Kim ora çıxıb neçə dəfə qaynanasını aşağılayır efirdə. Kim orada çıxıb neçə dəfə evindən qaçmış arvadını axtarır. Hər şey bastırdıq, getdi daha. Mədəniyyət, əxlaq, dəyər, nə bilim, məhv etdik də, məhv etdik hə. Qadınlarımız siqaret də çəkir, qadınlarımız içki də içir, özü küçənin ortasında. Narkotik aludəçiləri başalıb gedir, soyunan-soyunana. Nə bilim, konkret, üzr istəyirəm ifadəmə görə, qiymətlərini yazıb üzərlərində sosial şəbəkələrdə paylaşırlar. Küçə dolu translarla hara gedirik, hara gedirik? Siz niyə nəzarət eləmirsiniz? Nə qədər belə verilişlər çoxalacaqsa, nə qədər belə verilişlərin reytingi çoxalacaqsa, bir o qədər çıxıb ərin etdiyi xəyanətdən danışanların sayı çoxalacaq. Bugün TikTokda meymunluq eləyənlər də gəlib bir televiziyanın efirinə çıxırlar. Təsəvvür eləyirsiniz? Çıxırlar efirə və orada danışırlar. TikTok fenomenləri. Hamı onlara lağ eləyir, bilməm, güya ərdilər, ərvaddılar. O qədər səviyyəsiz paylaşımlar eləyirlər. Mən özüm tez-tez paylaşım etdiyimə görə görürəm onu. O qədər səviyyəsiz paylaşımlar eləyirlər ki, və artıq onlar ulduzdular televiziyada. Bilirsiniz necə? Çünki televiziyaları yiyəsizdir. Və bunu mən tam məsuliyyətimdən deyirəm. Ciddi televiziyaları kənara çıxmaq, bir daha üzərinə gələm, ictimai televiziya ölçüsünü, çəkisini və ən gözəl də izlənən televiziyalardan biridir. Çox gözəl mövzular qoyulur, çox gözəl müzakirələr olunur. Başa düşdük də, uşaqları yatlı qoyub evdən qaçmaq da olur. Qaynanan qızıllarını oğuruyub evdən qaçmaq da olur. Qaynata gəlinlə gözdə qoya bilir. Nə bilim, qayınla qardaş arvadı hoqqa da verə bilir, üzr istəyirəm. Bildik də, vallahi hamısını bildik. Əzbərləmişik da, insanların həyatını əzbərləmişik biz. Bu serial bitmir, bir türlü bitib qutarmır. Niyə? Yenə də deyirəm. Çünki televiziyanın yiyəsi yoxdur. Ona görə də bundan sonra da bundan daha ötəsini görəcəyik, amma çox-çox təəssüf. Elə özümüz deyəcəyik, özümüz də eşidəcəyik.